yox, bəlkə bu yox deyirəm də mənə, heç olmasa onun tapıb biabır olmuyor. Mənə nə var, biabır olmasan sən. Biabır. Dözümlülük. Çevir sən başını. Fitness. Fitness. Fikrə. Hansı daha çətindir? Son nə idi? Bir dənə yadımdan çıxdı ya. Sənin vaxtında döyüşən idmançılarla indiki idmançılar arasında hansı fərqləri görürsən? Taekvondoçularımız risk eləmirlər. Bu səni yarışlarda geri salmırmı? İdmançılarımız onu istifadə eləmir. Heç olubmu ki, hakimi simulyasiya eləməyə çalışmısan? Olmayıb. Sən tatamidə tanımasan, sən hakim olmaq istəyirsənmi? Elə olur çox sərt olursan hakimlikdə. Yəni mən o şeylərdə fikir vermişəm. Hakimi qorumaq. Bəli. Hə, əl çalırıq ki, məsələn belə, deyib deyirik ki, Simulyasiya. bax o təsir, bəli, o təsir eləyə. Bəziləri təsir edir, amma bəziləri öz qərarını verir. Yəni müəllim də qalır belə. İdmançılarımız 30 saniyədən sonrası yox. Xarakter çox önəmlidir. Sportaltın bugünkü qonağı Taekwondo üzrə Avropa çempionu və hazırda məşqçi kimi fəaliyyət göstərən Hüseyn Mehrəliyevdir. Xoş gəlmisən Hüseyn. Çox sağ olun, dəvətinizə görə minnətdaram Şalə xanım. İdmandan məşqçiliyə necə gəldin? İdmançılıqdan məşqçiliyəm. Mən bir 15 ildir, 15 il idman karyeram oldu, idmançı kimi. Və bu 15 il ərzində həm çətin, həm də şərəfli yol keçdim. Yəni müəllimlərimlə bir yerdə. Yəni 15 ildən sonra həm bu 15 il ərzində çox zədə, yəni aldım bu idmanda və ondan sonra da yəni istədim öz təcrübələrimi balaca Azərbaycan xalqının balalarına ötürüm onu. Şükür Allaha da indi də o icra edirik bu vəzifəmizi. Gəl biraz idmançı vaxtından danışaq. İdmançı vaxtımdan mən 4 yaşında taekvondoya gəldim. Həm hər iki idman növü ilə məşğul idim mən. Həm taekvondo, həm də sportiv gimnastika. Yəni o vaxtlar məşhur olmasa da, yəni sportiv gimnastika ilə məşğul olurdum. Orada 7 il məşq elədim. Yəni eyni ərəfədə 1, 3-cü, 5-ci günlər taekvondo ilə, 2-ci, 4-cü, 6-cı günlər isə gimnastika ilə məşğul idim. Və bu idman karyeramda mən sizə deyim taekvondoya gəlməyimdə əsas səbəb, yəni o vaxtlar kinolar göstərirdilər. Məsələn, aksiyalardan Bruce Lee, Jackie Chan'a baxırdıq biz. Yəni çox xoşuma gəlirdi. Yəni döyüş növləri, zərbələr, ayaq zərbələri. Mən də özü biraz dəcəl uşaq olmuşam. Yəni necə dəcəl? Çox enerjim olub. Evdə həddindən artıq enerjim olub. Mamam götürdü, dedi ki, aparım bu bir idmana. Apardı taekvondoya. İlk dəfə müəllimim Gündüz müəllimdə. Gündüz müəllimlə tanış olduq. Getdim zala, başladım məşq eləməyə. Yavaş, amma məni professional qoymamışlar taekvondoya. Yəni enerjim çıxsın, yəni evi dağıtmayım, enerjim çıxsın idmanda. Yavaş-yavaş illər keçdikcə təcrübələşdim. Yəni təcrübə qazandım müəllimlərimin sayəsində. İlk dəfə 2006-cı ildə Respublika çempion oldum yeniyetmə arasında. 2000-ci ildə idmana gəlmişdim. 2006-cı ildə Respublika çempion oldum və ilk dəfə 2007-ci ildə 33 kiloqram dərəcəsində yeniyetmələr üzrə Avropa çempion oldum. Avropa nəticəni harda verdin? Macaristanda 2007-ci Macaristan Budapeşt şəhərində. Sonra gənclər arasında 2011-ci ildə Kiprin Pafos şəhərində Avropa ikincisi oldum gənclər arasında. 2013-cü ildə Moldovada 20 yaş arasında ilk dəfə Avropa çempion oldum. Azərbaycanda 20 yaş arasında nəticə olmadığında mən nəticə qazanmışdım. İlk dəfə Avropa çempion oldum. Belə. Hüseyn, bax, o vaxtı sən məşq eləyəndə səni zala nadinçliyin keçsin deyə aparmışlar. Bəli. Bugün sən özün məşqçisən və yanına valideynlər uşaq gətirir. Bəli. Heç özünü gördüyün olur? Qarşılaşıram, çox qarşılaşıram. Valla bir dəqiqə hal-hazırda bildiyiniz kimi, yəni bizdə zalda yəni həm Xırdalan filialı var, həm şəhər filialı var. Yəni ikisində də mən məşq keçirəm. Yəni çox uşaq gəlir. Yəni elə uşaq olub ki, 4 yaşında uşaq gəlir. Mən özümdən də enerjili, özümdən də nadinc uşaq görürəm. Amma gələcəyi görürəm ki, parlaqdır. Onun gözlərindən görünür. Yəni məşqləri də yaxşıdır. Yəni biz necə müəllimimizdən görmüşüksə, elə də davam edirik. Vaxtı ikən sənin müəlliminə yaratdığın çətinlikləri bugün uşaqlar sənə yaradır?
Bəli, yaradan var. Düzdür, hamısı yox, amma 2-3 nəfər yaradır. O da, yəni bunu müəllimlərim də məni təsdiqləyə bilər. Məmməd müəllim, Gündüz müəllim təsdiqləyə bilər ki, mən müəllimlərimə çəki barəsində çox çətinlik vermişəm, həddindən artıq. Biraz çəkidə birisi sən özün də idmançısı olmusan, taekwondo bir yığmada olmuşuq. Yəni çəki dərəcəsində biraz problem yaratmışam. Yəni məndə də indi hal-hazırda elə bir tələbələr var. Yəni adlarını saya da bilərəm. Yəni ki, onlar mənə çox gözəl idmançılardır, gələcəkləri parlaqdır. Amma yəni çəki dərəcəsində hər gün bizim məşqlərdə aramızda söz Məncə düşür. artıq bu buraxılışı izləyən həmin tələbələrin bilir ki, söhbət kimdən gedir. Bəli, bəli. Və onları şərhlərdə gözləyirik mütləq şəkildə. Qısa müddətli məşqçilik eləyirsən. İdmançı karyeranda daha uzun olubdu. Bəs hansı daha çətindir? Jalə, mən sual nə idi? Bir dənə yadımdan çıxdı ya. Məşqçilik dövrün çətindir, yoxsa idmançı dövrün? Aha. Jalə, mən idmançı vaxtında deyirdim ki, məsələn, idmançı yəni bütün məşq eləyir, fiziki eləyir. Yəni çox vəs atır, yəni bilirsən, yəni belə şeyləri deyirəm ki, idmançının vəzifəsi çox çətindir. Amma müəllimliyə keçdikdə, yəni doğrudan görürəm ki, müəllimlik çox çətindir. İdmançı öz üzərində işləyir. Amma müəllim onun 2 qatını eləyir, 3 qatını eləyir. Həm idmançını formaya salmalıdır, həm yetişdirməlidir, həm nəzarət eləməlidir. Yəni müəllimlikdə mən bu dəqiqə hal-hazırda 3 ilin müəllimi olsam da, yəni ki, doğrudan da mənə çətin gəlir. Döyüşdə stres, bildiniz, yəni mən özün də fikir vermirsən ki, yəni mən döyüşlərdə yəni uduzmağa heç vaxt istəmirəm. Heç vaxt öz idmançı kimi də uduzmaq istəməmişəm heç vaxt. Yəni o xarakter istəyirəm tələbələrimə də keçsin. Bəzilərinə keçib, yəni görürəm, yəni ki, mən yarışlarda da yəni bunlara biraz necə deyim sizə, biraz strogi yanaşıram. Yəni bildiniz, yəni ona görə müəllimlik çox çətindir. Bəli, tələb edirəm. Tələb yəni müəllimlər məndən necə tələb ediblərsə, yəni mən Məsələ budur. Bax, bu gün gənc bir məşqçisən və idmançılarımıza baxırıq da, sənin vaxtında döyüşən idmançılarla indiki idmançılar arasında hansı fərqləri görürsən? Fərqlər, mən sizə deyim, köhnə taekwondo ilə təzə taekwondo arasında çox fərq var. Köhnə taekwondoda yəni başa əgər zərbə dəyirsə, baş yana getməsəydi, yəni onda xal verilməzdi. Ya onda xal verilirdi. Döyüşməyi tələb edirdi. Bəli, onda fırlanma zərbələri çox idi. Bildiniz, yəni zərbənin gücü var idi, ona görə hakim xal versin. İndi amma hal-hazırda indi bildiyimiz kimi elektron sistemdir. Hər il qaydalar dəyişir. O vaxtlar məsələn qarına xal, yəni qarın hissəyə zərbə 1 xal idi. Başa zərbə 2 xal idi. Biz döyüşlər də o vaxtlar, yəni mən sizə deyim, çox az yəni xal sayıları olurdu aralarında. Bildiniz, yəni bu belə olurdu. Amma indi gördüyümüz kimi 12 xala çatanda döyüş qurtarır, 12-0 olanda döyüş qurtarır və indi elektron sistemdir. Yəni indi çox elastikliyə fikir verilir burada, hissiyata fikir verilir. Bildiniz, amma o vaxtlar fiziki taekwondo idi. Yəni fiziki taekwondo da yəni bildiyimiz kimi zərbənin gücü lazım idi. Bildiniz, yəni ona görə. Bax, sən bugünkü məşqçi olaraq bu sistemi bəyənirsən? Yəni mən köhnə taekwondoçu olduğuma görə, yəni mən bəyənmirəm sistemi. Açığım, mən də bəyənmirəm. Yəni mən açıq bəyənmirəm, çünki mən o köhnə taekwondonun gözəlliyini mən görmüşəm. Yəni gözəl taekwondoçular çıxıb Azərbaycandan. Yəni bunların adı Rəşad Əhmədovdur, Niyaməddin Paşayevdir. Yəni mən bunları görmüşəm. Yəni özümü də tuta bilərəm orada ki, yəni ki biz gözəl taekwondo göstərmişik. Yəni hər zərbə vurmuşuq. Yəni indi amma indiki taekwondoçularımız risk eləmirlər bəzi zərbələrə vurmağa. Yəni indiki taekwondo onu tələb eləmir. Yəni tatamidə mən döyüşə baxanda bir hakim olaraq bəzən çox canım sıxılır. Düzdür. Mən elə bir döyüş olur ki, yəni mən çox döyüşlər görürəm, amma öz tələbəmdə onu görməmişəm. Öz tələbələrimi mən niyə görə? Birinci, mən köhnə taekwondonu öyrədirəm. Köhnə taekwondo bazası ilə öyrədirəm uşaqlarımı. Bu səni yarışlarda geri salmırmı? Xeyr. Niyə? Mən ikisini bir yerdə birləşdirirəm. Həm köhnə taekwondodan, həm təzə taekwondodan. Məsələn 70% köhnə 30% köhnə taekwondonu qatırıqsa 70% təzə taekwondo. Çünki indiki dövr təzə taekwondonu tələb eləyirsə 70% bu təzə taekwondoya aiddir. 30% amma köhnə taekwondoya aiddir. Yəni burada mən öz tələbələrimə mən bunu öyrədirəm. Amma köhnə taekwondonu yaddan çıxarmaq olmaz. Çünki təməlimiz oradan gəlib. Azərbaycan, yəni dünya taekwondosu oradan gəlib. Bildiniz, yəni o zərbələri
istifadə eləmək lazımdır. Amma bəzi bizim idmançılarımız onu istifadə eləmir. O da yəni yaxşı bir şey deyil. Yəni mən belə fikirləşirəm. Yəni əvvəllər döyüşlər bərabər abmen deyirdik biz. Bəli, bəli. Abmenlə gedirdi. Bəli. Eyni anda bir neçə xal alınırdı. Amma indi məsəl üçün döyüşlər ya 12 xal fərqi ilə bitir, Bəli. ya da ki çox nadir hallarda 1-2 xal fərqi ilə. Yəni mən bir şey də deyim. O vaxtlar 1-ci, 2-ci, 3-cü raund var idi. İndi hal-hazırda amma 1-ci raundu udan 1-0. Birinci raundun qalibidir artıq. Udsa əgər o rəqib həmən döyüş qutardı. 3-cü raunda ehtiyac qalmır. Bəli. Amma o vaxtlar elə deyildi. 1-ci raund məsələn 1-0 qutarardı. 2-ci raund gəlirdilər, tutaq ki 2-1 olurdu, amma döyüş davam edirdi. Bəli. 3-cü raundda udsan əlbəttə uda bilər. Yəni burada belə bir şeydir. İndiki amma taekwondoda yəni ki bu raundlar məsələn 1-ci raunddan 12-0 uduzan uşaq gəlib 2-ci raund 12-0 uda bilər. Döyüş hər raundda yenidən başlayır. Bilər. Yəni ki indi bəzi mən döyüşdə məsələn uşaqları görürəm, idmançıları görürəm. Yəni mənim öz tələbələrimin, rəqiblərimi də görürəm. 1-ci raund uduzur. Yəni bütün ruhdan düşür. Xeyr, 1-ci raunddur, uduzdun. Bunun 2-ci raundda var. Bəs bu yaddan çıxdı. məqamda Bəli. tələbələrinə hansı psixoloji dəstək tətbiq edirsən? Yox, 1-ci raund uduzdun. Bu təzə döyüşdür. 2-ci raund təzə döyüş başlayır. Yəni ki o fərqi yoxdur o 1 raund udub. Sən tatamidə tanımasan. Yəni siz necə? Mən, yəni indi mən düzdür, qışqırılan bütün Taekwondo Federasiyası o işidir. Yəni ki, onun çox qıraqdan mən o valideynlər, başqa komandanın valideynlərindən də bəziləri Məncə çox qışqırır. bəzi valideynlər də ona həm xoş qarşılayırlar. Bildiniz, yəni düzdür. Mən tələbə çox üstünlük verirəm. Yəni necə? Əgər mən əlbəttə bütün müəllimlər onu istəyir, amma mən əgər tələbəmin arxasında oturmuşamsa, bildiniz, yəni o udmalıdır. Yəni məndə bu xarakterdir, mənim bu fikrimdir. Yəni çünki bizim müəllimlərimiz elə idi. Biz istəməzdik ki, müəllimimiz yəni belə keyfsiz dursun o stoldan, bildiniz, döyüş qutarandan sonra. Yəni biz belə fikirləşdik. Birinci özümüzdən qabaq müəllimimizi fikirləşmişik. Yəni mən uşaqlarıma, tələbələrimə, tələbələm deyəndə uşaqlarımdır. Yəni öz balalarım kimi baxmışam hamısına. Nə qədər tələbəm var. Buradan hamısını da salamlayıram. Yəni buradan onlara inşallah gələcək Avropa, dünya, olimpiya çempionlarını mən doğrudan da onlara çox inanıram. Yəni görürəm. Mən onlara özlərinə hər məşq deyirəm. Yəni bizdə məşqlər olur. Məsələn 1 saat yarım belə qrafiklə də, amma 2 saat olur. Yəni bizdə 1 saat yarım məşqdir, yarım saat mən hər məşqdən sonra psixoloji onlarla danışıram. Yəni deyirəm ki, bu məqama toxunmaq istəyirəm. Bax, sən bir məşqçi olaraq həm məşqə keçirsən, həm də psixoloji olaraq onlarla təmas sağlayırsan da, onlara psixoloji təsir eləyirsən. Səncə bu nə qədər doğrudur? Məncə bu nə qədər doğrudur. Çünki tələbəni müəllimdən yaxşı tanıyan ikinci bir insan yoxdur. Yaxşı, sən bir məşqçi olaraq bir neçə vəzifəni öz üzərinə götürməklə çox da tələbəni sahiblənmirsənmi? Sahiblənirəm. Çünki o tələbə əgər girirsə zala, yəni biz belə görmüşüksə, yəni mən də o yolla gedirəm. Əgər tələbə zala girirsə, əgər taekwondo, professional taekwondo yolunu gedirsə, tələbənin valideyni müəllimidir. Və müəllimin də borcudur ki, o tələbəni başdan ayağa bilsin. Necə? Hər bir zərbəsini bilsin, hər bir taktikasını bilsin. Tələbə nədən çəkinir döyüş zamanı, niyə xal vura bilmir, bildiniz? Və uşaq yəni çox güclüdür. Tələbəm çox güclüdür, amma elə bir moment olur ki, o onu eləyə bilmir, onu görsədə bilmir. Onda müəllim girməlidir ortaya. Və müəllimin ən böyük rolu, mən məsələn necəyəm, mən sizə deyim. Döyüş zamanı mənim tələbəm döyüşləyir. Xal götürür, udur da yəni. Mən onu artıq heç demirəm. Xal götürür də, yəni mən onun niyə taktikasını dəyişməliyəm? Müəllim haçan oyuna girməlidir? Çətinlik çəkəndə, tələbəsi çətinlik çəkəndə. Və o anda Hüseyn Bəli, o anda mən yəni elə bir ki, hər şey bağlanır. Yəni İçindən başqa bir Hüseyn çıxır, əziz izləyicilər. Mən bunu sizə deyim, tataminin bir hakimi olaraqdan. Oradan başqa bir Hüseyn çıxır və o Hüseyn məşqçi olaraq orada döyüşməyi bir kənara,
ruhu olaraq da tataminin ortasında döyüşür. Bəli. Yəni idmançını, yəni mən sən bir neçə dəfə kənardan analiz eləmişəm də və baxıram Mənim ki, videolarım da var. Yəni qıraqdan camaat çəkir, atır mənə. Hüseyn sanki əlacı olsa, çıxıb o idmançının ruh olaraq bədəninə girib onu yerinə təpiy atar. Bəli, olar. Yəni mən çünki o döyüşü, o 3 dəqiqəlik 2 raunddan hesablayırıqsa 1 dəqiqə yarımdan, o 3 dəqiqəlik döyüşü mən yaşayıram. Necə yaşayıram? Elə bil ki, mən başımı belə qaçırdacam, mənim tələbəm də belə qaçırdacaq. Nə? Mən zərbə ayağımla indi elə o qədər olub ki, yəni sekundan oturacağı var, o qədər düşüb ki, yəni özünüz görmüsünüz. Ayağımı belə vurmuşam ki, yəni ki, elə bilmişəm ki, mən vurdum, tələbəm də vuracaq. Biz yəni elə bir onu müəllimlər başa düşərlər, yəni mənim həmkarlarım bilər onu. Mən bəlkə də çox yaşayıram o şeyi, çünki yəni hə mən o yerə gətirib çatdırmaq istəyərdim ki, yəni o momentdə müəllim girir ortaya çətinlikdə, tələbə çətinlik çəkəndə. Yəni görür ki, uşaq xal götürə bilmir. Çünki rəqib onu öyrənib döyüşünü, bilir. O moment yəni zəif bir rəqibin zəif bir yerini ona desin, tələbəsən desin. Yəni budur müəllimin vəzifəsi. Bir hakim olaraq deyil də, kənardan izləyən bir şəxs olaraq sual verim sənə. Bəli. Heç olubmu ki, hakimi simulyasiya eləməyə çalışmısan? Olmayıb. Ya olub, amma lap da çox. Olub əlbəttə. Yəni qələbə istəyən müəllim olub, düzdür? Amma o hər hakimə, məsələn sənin kimi hakim o yəni keçmir, alınmır. Ay, yəni biraz düzdür, Azərbaycan taekvondosunun hakimləri bu dəqiqə hal-hazırda çox yaxşı səviyyədədir. Bəli. Yəni doğrudan da Azərbaycan baş hakimi Günüz Abdullayev çox qəşəng bir sastav yığıb. Yəni sən də beynəlxalq dərəcəli hakimsən. Düzdür, sənə yəni o psixoloji keçmir. Yəni ki, sənə üstüvə gəlmək olmur. Yəni ki, sən öz qərarını verirsən. Elə olur çox sərt olursan hakimlikdə. Yəni mən o şeylərdə fikir vermişəm. Yəni amma bəzi təcrübəsiz, yəni necə təcrübəsiz deməzdim, yəni elə bir döyüşlərdə olur ki, mən sizə deyim. Mən hərdən döyüşdən sonra indi fikirləşirəm də, yəni gəlib otururam, fikirləşirəm ki, o hakimin yerində mən olsaydım, necə olardı? Siz bax, niyə? bu sualı verəcəydim ki, sən hakim olmaq istəyirsənmi? Xeyr. Öz döyüşlərində? Xeyr. Çox çətin olardı. Yəni çox çətin olardı. Siz niyə? Elə bir döyüşlər olur, respublika çempionatlarınızda olur. Yəni Avropa Dünya Olimpiyadanı demirəm, yəni amma adi bir respublika çempionatında güclü ilə finala gəlir. Ya yarım finala gəlir. Ya elə olur ki, indiki özünüz görürsünüz ki, birinci döyüşdə gəlib düşə bilir güclü bir-biri ilə. Orada yəni biraz ayıq hakim, yəni belə öz qərarını verən hakim olmasa, o döyüş çox çətin keçər. Elə bir döyüşlərdə olur ki, mən görürəm ki, siz necə güclü ilə gəlir düşür, hakim o qədər təcrübəli hakim olur ki, o qədər ayıq hakim. Məsələn, mən sənin döyüşündə görmüşəm ki, keçən respublika çempionu, bu ilin respublika çempionu bir üz-üzə gəlirlər. Sən orada elə bir qərar verirsən, düzgün qərar verirsən ki, o döyüş sakitçilə həm müəllim tərəfindən, həm də idmançılar tərəfindən sakit qarşılanır. Yəni o düzgün qərar verilir. Amma elə bir hakimlər də olur. Orada bəzi səhvlərə, bəzi nüanslara uyğun, yəni ki, cavablar vermirlər, yəni qərarlar vermirlər. Bəzən hakimin özü ilə də empatiya qurmaq lazımdır. Bəli. Özün bilirsən ki, məsələn, mən qərarımda konkretam. Bəli. Yəni o qərarı verdimsə, onun geri dönüşü yoxdur. Bəli. Bəzi hakimlər də var ki, yeni başlayırlar və təcrübələri azdır. Bəli. Və onlar istəmədən də səhv edə bilirlər. Bəli. Bu anda həm idmançın, həm yeni hakim hansı arasında daha çox empatiya qurursan? İdmançı. Hakimi qaraladı. Hakimi qaralamıram mən. Yəni hakimi, yəni bizim elə bir yəni əgər professional müəllim isə, professional idmançı olmuşuqsa, bizim hakimin qərarına, yəni qane olmalıyıq. Yəni mən belə görmüşəm. Yəni çünki öz döyüşlərimdə də düzdür, hakim elə olub ki, çox səhv edib. Məni məsələn o qədər xarici yarışlarda olub ki, səhv qərar veriblər. Amma yəni özümdə beynimdə bir fikir olub ki, yaxşı döyüşdə, yaxşı ud ki, hakim sənə uzdura bilməsin. Ya səhv qərar verilsə belə o döyüşüvə təsir eləməsin. Sənin taleyin dəyişməsin. Bəli. Yəni mən belə görmüşəm. Yəni mən ona görə də biz necə, yəni ki, qaralamaq fikrimdə də yoxdur hakimi. Yəni düzdür. İstəyərdim ki, məsələn, elə döyüşlər olur ki, video replay olur. Bilirsiniz, yəni orada
əgər zərbə gəlir, keçir bu yandan, düzdür, heç dəyməyibsə, yəni bildiniz, yəni ki, yaxın belə, əl çalırıq ki, məsələn belə, dəyib deyirik ki, bəlkə, bax o təsir, bəli, o təsir eləyə, bəzilərə təsir eləyir, amma bəziləri öz qərarını verir. Yəni müəllim də qalır belə. Ona görə. O an, yəni bəlkə indi hazırda podkastı izləyənlər başa düşməz, amma Hüseyn hər dəfə kartı çıxardanda və bilir ki, orada zərbə dəyməyibdi və bilir ki, mən ona X göstərəcəm. Çox belə cəsarətlə əl çalır ki, dəyibdi. Amma dəyməyəndə burada iki situasiyadan haqlı və haqsız olduğunu aydın başa düşmək olur. Əgər mən ona yox deyəndə Hüseyn yerə əyləşib sakit oturursa, demək ki, simulyasiya edirdi. Bəli. Yox, əgər ki o dəyibdi və mən onu görmədim, monitorda X etdimsə, Hüseyn qalxır ayağa. Yox, elə şey olmuyor baxı bizim aramızda. Yəni ki, yox, sadəcə təsəvvür olaraq ki, yəni amma artıq başa düşmək olur onu. Sən yəni bunu özün də təsdiqləyə bilərsən ki, mən yəni çox kart qaldıranda, yəni 99%-ni o xalı qazanmışam. Düzdür, elə bir döyüşümüz də olub ki, sən mənim əlimdən əsəbləşmişdin. Yəni ki, dəqiqədə bir hər insan video repleyə bir döyüş ərzində 9 dəfə kart qaldırarmı? Yəni bəli, haqqımı tələb edirəm. Əlbəttə. Çünki niyə görə haqqımı tələb edirəm? Mən də haqq idi xalları verdim. Bəli, yəni haqqımı tələb edirəm çünki o tələbə əziyyət çəkir. Yəni döyüş ərzində o başa zərbə vurulur və sensor elə olur da, yəni ki, indiki elektron sistemdə ola bilər ki, dəyər çıxmayar xal. O moment yəni hətta bəzən elə zərbələr olur ki, yəni zərbənin səsini çox yaxşı eşidirsən, amma xal yoxdur ortada. Bəli. Bu da adicə mən sənə deyim ki, yəni indi məşqçi hakim olaraq müzakirə eləyirik. O zaman biz hakimlər belə özümüzdə sual yaranır ki, bu zərbədən necə xal çıxmalı? Xal çıxmaya bilər, bəli. Elə olur, mən onu demək istəyirəm, ya ayağı çevrilmir. Doğru vurmur. Bu da bugünkü taekvondonun problemləridir. Bəli, problemidir. Çünki o da nədən irəli gəlir? Balaca vaxtından düz baza qoyulmalıdır. Bəli. Müəllim gərək düz baza qoysun ki, onun ayağı zərbəsi çevrilsin və gələcəkdə ona təsir göstərməsin. İndiki məşqçi dövründə keçmişdə qazandığın təcrübələr sənə nə qədər dəstək verir? Çox. Yəni həm biz məşq eləyəndə bizim məşqçimiz Günüz müəllim, Amil müəllim məşq keçəndə biz onları yalnız eləmirdik. Elədikcə onu qavrayırdıq. Çünki bizim müəllimimiz başa salırdı ki, bu nə üçündür? Zərbə məsələn göstərir ya taktiki bir hərəkət göstərirsə onu başa salırdı. Bu nə üçündür? Məsələn fizikal eləyirdik. Bu fizikal, siz elədiyiniz fizikal nəyə təsir göstərir? Ayağın hansı hissəsi? Bir sual verim, burada cümləni yadında saxla. Mən bu gün döyüşləri müşahidə eləyirəm bir hakim olaraq. İdmançılarımız birinci raundun artıq sonuna az qalmış, ilk 30 saniyəndə belə deyək, çox qəşəng fiziki ilə döyüşürlər. Amma 30 saniyədən sonrası yox. Nəfəs dözümü, əzələ dözümü yoxdur. Tamam, bu qədər fiziki eləyirsiniz, bu qədər dözümlü məşq eləyirsiniz. Bu yarışda niyə nəticə vermir sənə görə? Mən sizə bir dənə deyim bir şey. İdmançının pik vəziyyəti olur. Espa qabağı. O idmançı pik vəziyyətə gələ bilər. İndi biz bildiyimiz kimi dekabrın 24-ü, 25 dekabrın axırı olur da. Bəli, son həftəsi. Bəli, professional məşqçi elə eləməli ki, dekabrın axırı, dekabra bir 5 gün qalmış respublika o uşaq pikdə olmalıdır. Ən pik demək yuxarı səviyyə deməkdir. Taekvondoçunun ən yuxarı, yəni zərbəsi, partlayışı yerində, nəfəsi yerində, zərbəsi yerində, beyni rahatdır. Bildiniz, yəni döyüşə rahat çıxır. Yəni o momentdə olmalıdır. Amma bəzi, yəni idmançılarımız, bəzi müəllimlərimiz təcrübəsizlikdən irəli gəlir ki, uşaq çıxır öz döyüşünü işləyir, amma onun nə nəfəsi yerindədir, nə əzələ kütləsi yerindədir, yəni əzələ dözümü yerində deyil. 30 saniyə deyir sizə işləyir. Bəli. Axıra məsələn 15 saniyə qalmış ya 30 saniyə qalmış, ayaq gedir özünün. Ayağında güc olmur qaldırmağa, zərbə vurmağa. Doğrudur. Yəni bunlar hamısı yuxarı səviyyədə olmalı. Gərək idmançının o qədər bədənin formatı olsun o vaxtda, respublika çempionatı günü. Onda rahat işləsin. İdmançı dövrünə qayıtsaq, ən yadda qalan turnirin hansı olubdu? Çox turnir işləmişik, çox yarışlarda olmuşuq. Yəni ən çətin rəqib. Mən axırıncı dəfə Avropa çempionatını işləyəndə 21 yaşlar arasında Moldovada elə Moldovan idmançı ilə işləmişim, Arventi Vladislav.
Avropa ikincisi, Avropa üçüncüsü, dünya üçüncüsü, Avropa oyunlarının birinci mükafatçısı çox, yəni ki, təcrübəli uşaq idi. Azərbaycan milli yığma komandasından da bizim 68 kilolarımızı hamısını udub böyüklərimizi. Yəni o döyüşə çıxanda, o Moldova da özdə, yəni o tribunada biraz atmosfera tam başqaca olur. Onda çox çətinlik çəkmişəm, amma yəni qalib gəlmişik. Bir də yəni mən düzdür çox rəqib olub çətin. Bir də Berkay Akyolu demək istəyirəm dünya çempionu final döyüşündə. Yəni çox yəni çətin döyüş keçdi. Həm o tərəfdən, həm mən tərəfdən. 9-9-a qaldıq. Yəni axırda o qızıl xal köhnə demək olmaz. Yəni ki bir 7-8 il bundan əvvəl qızıl xal deyilən bir şey var idi. 3 round bərabərə qalırdıqsa, 4-cü round. Sonda ilk xal ilk kim vurdu? Onda onu da qızıl xal. Yəni mən vurmuşdum, Avropa çempion olmuşdum ikinci dəfə. Onda çox çətin rəqib idi. Yəni orada heç kim inanmırdı ki, mən Berkay udarım. Yəni ki, yəni çünki o finala qədər o qədər rahat udmuşdu bütün rəqiblərini. Yəni çox çətinlik çəkmişdim. Bəzən gözlənmədiyin nəticələri verə bilirsən. Bəli, orada xarakter, yəni mən demək istəyirəm xarakter, yəni çox önəmlidir. Xarakter çox önəmlidir. Yəni mən həm özümdən deyirdim. Yəni uduzmaq əgər professional idmançı nəticə qazanmaq istəyirsə, yəni uduzmaq istəməməlidir. Yəni mən tələbələrimə belə öyrədirəm. Qabağınıza məqsəd qoyun. Məqsəd qoysanız eləyəcəksiniz. Məqsəd qoyursunuz, eləyirsiniz, amma alınmırsa birtər o xarakter işi. Mən deyirəm, döyüşün ortasıdır, gedir. 70% sənin gücündür. 30% də xarakterin. Xarakterdir. Bu güc düşür də, elə olur ki, yorulursan. 3 round işləyirsən, çox çətin rəqibdə uduzursan. Bədən düşür, yorulursan. Nəfəs yorulur, dözüm yorulur. Orada 30% xarakterin işə keçməlidir. Qalan o sənə qızıl medal aparmaq xarakterində. Yəni mən belə görmüşəm, yəni ki, belə, yəni bu yolu getmişəm. Ona görə rəqiblərimə də tələbələrimə də istəyərdim ki, yəni belə olsunlar. İdman karyeranı yekunlaşdırandan sonra çıxıb Almaniyaya getdin və sonra yenidən Azərbaycana qayıtdın. Qayıdandan sonra səni nə təşviq etdi ki, sən qərar verdin ki, məşqçi olmaq istəyirsən? Yəni mənim bu müəllimliyə gətirən yol Gündüz müəllimlə Maven müəllim oldu. Nəyə görə? Çünki mən Almaniyadan qayıdanda, Azərbaycana qayıdanda Gündüz müəllim Maven müəllim məni çağırdı zala. Bəs sən 2 qat Avropa çempionu, Avropa ikincisi dəfələrlə, yəni ki, sən elə belə idmançı olmamısan. Dedim, bəli müəllim, eşitdim. Gəl məşqçilik elə. Sən gözəl idman tələbə yetişirsən. Heç düşünürdün sənə belə bir təklif gələcək? Xeyr. Taekvondonu yaxşı idmançı olmaq o demək deyil ki, yaxşı müəllim ola bilərsən. Müəllimlik tam başqa bir şeydir. Yəni müəllimlik tam başqa bir səviyyədir. Müəllimlikdə də gərək səbrin olsun. Müəllimlikdə gərək psixoloji, mən deyirdim bayaq, psixoloji gərək hazır olasan. Hər cür, yəni hərə bir ailədən gəlir. Hərə bir cür uşaqdır, başqa cür uşaqdır. İndi elə bir uşaq var ki, məsələn, onu başa salarsan, onu qavramır. Gərək ondan səbirli iş görəsən, neçə vaxt onun üstündə. Elə uşaq var ki, zala öyrəşmir. Elə uşaq var ki, müəllimə öyrəşmir. Elə uşaq var ki, talantdır. Yəni, hər bir şey, elə bir şey, yəni ki, bu neçə il taekvondo ilə məşğul olub. Yəni, amma döyüşə çıxanda özünü itirir. Yəni, onun müəllimlik səviyyəsi çox çətindir. Amma şükür Allaha bu fəxirli yoldur, şərəfli yoldur. Yəni də mən müəllimlərimdən çox şeylər öyrənirəm. Hal-hazırda da öyrənirəm, təcrübə qazanıram. O demək deyil ki, mən 2 qat Avropa çempionuyam, yox. Yəni o ona bəs eləmir. Müəllimliyi gərək öyrənəsən. Hər gün bir şey öyrənirsən. Sən elə ola bilər ki, tələbədən də bir şey öyrənə bilərsən. Tələbə ilə bir zərbə eləyə bilər, amma tələbə onu qavramaz. Amma sən ondan bir dənə bir günlük məşq proqramı qura bilərsən. Mahnı qoyursan? Birinci mahnını qoşacağam. Ha, yox, bəlkə bu, yox, deyirən də mənə, heç olmasa onun tapıb biabır olmuyor. Mənə nə var, biabır olmasan sən. Biabır. Aşağıdan. Bir dəqiqə. Aşağı heç olmasa onun... Hacan? Bilim də, sən Allah. Yes. Əncə, ona görə özün tapasan. Mən hardan biləcəm, sən necə deyirsən? Sənsən, Həsən. Gözdə bir dəqiqə mahnını da qoşum.
Eşidirsən? Səsim gəlir sənə? Yox, okey. Mən sənin dudağından başa düşürəm. Biraz şey elə də. Başlayırıq. Taekwondo. Taekwondo. Aha. İdman. İdman. Nə? İdman. İdman. Aha. Sürət. Bir də Sürət. güvən. Sürət. Dəyişim. Dəyiş. Dözümlülük. Bir də. Dözümlülük. Dözümlülük. Bir də. Yavaş dodaqlar yavaşla. Dözümlülük. Çevir başını. Güc. Güc. Evet. Sonra emosiya. Bir də Emosiya. emosional. Tamam, saydır. Zərbə. Bir də Zərbə. zərbə. Aha. Tumdolya. Bir dənə də. Tumdolya. Bir də. Başa düşmürəm. Ofiste oldu. Ne? Çevik. Çeviklik. Aha. Kapı. Kapıcı. Kapıcı. Tapşırıq. Kapıcı. Tamam. Değiştim. Dəyiş. Beden. Mədəniyyət. Beden. Bədən. Karate. 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 Bir də bilmirəm. Öylesin sen. Vitamin. 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 Yes. Sonra ne var? Sprint. Sprint. Spirt. Sprint. Sprint. Pas. Tamam. Taktika. 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 Yavaş dinlə. Taktika. Başa düşmürəm. Taktika. Başa düşmürəm. Hücum. Sonuncu. Hücum. Hücum. Üzüm. Üzmək. Başa düşmürəm. Nə? Sən də o nələri idi? Dəndin. Başlayaq. Vereyim de söyleyeyim. Şö. Güc məşqi. Üzmek. Güc məşqi. Güc məşqi. Değiş. Proqram. Keçim. Değiş. Değiş. Tər. Ne? Tər. Ter. Hə, 1. Çəki qaldırmaq. Kaldırmak. Aha, çəki. Ağırlık kaldırmak. Yox, biraz da çəki qaldırmaq. Çəki. Çeki. Qaldırmaq. Çeki kaldırmak. Bəli, əla. Enerji bərpası. Eşitmirəm səni. Enerji bərpası. Bilmirsən. Kısa kısa. Hə, qısa. Qısa. Əzələ. Əzələ. Əla. İnam. İnam. Əla. Tribuna. Ha? Tribuna. Keçdik. Bürpe. Nə də? Bu bürpe. Burpe. Bur. Bükmə. Bükmə yox, burpe. Bilmirəm. Heç də yaxşı. Sonra təzyik. Əzələ. Yox, təzyik. Çeki. Təzyik. Təz. Cəld. Dəyişdim. Fitness. Ha. Fitness. Fikrə. Fitness. Fikrət nədir? Yaxşı, keçdik. Soyuma. Başa düşmürəm. İşte getdik. Əl dəsmalı. Əl dəsmalı. Əla. Sonra yelkən. Bilmirəm. Tamam. Sardı. Bilmirəm. Nesindən bildin? 5 dənə. Altıncı neydi? Yelkən. Fikrət nə idi? Fitness idi, yox. Fikrət yox. Fitness. Fikrət. Gördün mü ben dedim. Wow, komedi. Podkastın sonuna gələrkən sənə bir sual vermək istəyirəm. Bu gün gənc məşqçi olaraq gənc idmançılara və öz həmkarlarına nə demək istəyirsən? Demək istəyərdim ki, öz həmkarlarımıza
və idman sevərlərə, valideynlərə, valideynlərinə, idmançı valideynlərinə demək istəyərdim ki, səbirli olsunlar. Yəni çox çalışsınlar. Allah heç vaxt əziyyəti yerdə qoymur. Yəni mən özümdən görmüşəm, özüm idmançı ailəsi olmuşam, valideynim yəni ki, balaca vaxtından mənə gətirib. Yəni şükür Allahımıza əziyyətimiz yerdə qalmayıb. Ona görə öz həmkarlarıma da deyirəm, çalışsınlar. Yəni hər gün bir şey, yəni hər gün bir şey öyrənsinlər, yəni təcrübə qazansınlar. İnşallah da Azərbaycan taekvondosu, Azərbaycan idmanı çox yuxarı bir zirvələrdə olacaq. İnşallah. İnşallah. Sport Talkda demək istədiyim bir söz varmı? Sizə də minnətdaram. Çox sağ olun dəvətinizə görə. Çox maraqlı veriliş oldu. Yəni sizə də yəni öz minnətdarlığımı Xoşdur. bir daha da bildirirəm. Sağ olun. Növbəti buraxılışlarda görüşənədək hələlik.